Hər vaxtınız xeyir olsun. Bir izləyicimin xahişi ilə tortlarda tünd rəngi necə əldə etdiyimi izah edəcəm. Mən qaymaqlı sadə kremdən istifadə edirəm və adətən tünd rənglər üçün püskürtmə üsulu tətbiq olunur. Əvvəlcə onu deyim ki, daha professional nəticə üçün tort ləvazimatları mağazalarında satılan püskürtmə aparatlarını almağınızı tövsiyə edirəm. Amma bugün sizə evdə olan əşyalarla da püskürtmə effektini necə almaq olar, onu göstərməyə çalışacağam. İlk olaraq tortu sıvamaq üçün qaymağımızı mikserin orta sürətində çalırıq və üzərinə toz boyanı əlavə edirik. Amma toz boyanı mütləq 1-2 qaşıq suda həll edib istifadə etmənizi tövsiyə edirəm. Yoxsa sonradan kremdə xırda qırıntılar görünə bilir. Tortu sıvayıb istədiyimiz bəzəkləri vurduqdan sonra püskürtmə effekti üçün hazırlığa keçək. Bizə lazım olacaq boş sprey qabı, bu spirt qabı da ola bilər, başqa bir sprey qabı da ola bilər. Bir paket toz qida boyasını stəkanın 1/4 qədər su və spirt əlavə edib, boya tam həll olana qədər qarışdırırıq. Sonra məhlulu süzüb boş sprey qabına tökürük. Ardınca tortun üzərinə uzaqdan tutaraq püskürtməyə başlayırıq. Məhlulun yarısını püskürdüb tortu 3-5 dəqiqə dinləndiririk. Daha sonra eyni prosesi yenidən davam etdiririk. İstəyənlər bu prosesi 3 dəfə də edə bilər. Burada rəng məni qane etdiyi üçün dayandım. Sonda biraz əllər də evdə batmış olur, amma bəzi işlərin sevimli tərəfi də məncə biraz budur. Mənim kimi püskürtmədən əvvəl mütləq önləm almağı unutmayın. Və budur, sonda göz oxşayan tortumuz hazırdır. Əgər tortun içliyini necə yığdığım da maraqlıdırsa, rəy bölməsində qeyd edin, ona uyğun videoda paylaşın. Ümid edirəm videomu bəyəndiniz. Video faydalı oldusa, abunə olub like atmağı unutmayın. Gələn reseptlərə dək hələlik.